Salam, hər vaxtınız xeyir olsun. Mənim adım Rafiqdir. Mən iş vizası üçün Tural Ayazova müraciət etmişdim 1 il əvvəl və artıq bu günləri mayın 23-ü düzdür 1 il keçdi üstündən. Amma yenə də vizamı ala bildim. Yəni bu da ki kvota ilə bağlıdır. Yəni hər kəsə o şey məlumdur ki, yəni bu 2 aydan bir 25 nəfərə verilir deyənə bu qədər uzanır. Yenə də şans məsələsidir. O tez əmələ gətirənlər də var. Məndə isə 1 il çəkdi yəni. Yəni onun üçün də bu videonu çəkmək istədim ki, yəni kim işlə bağlı müraciət etmək istəyirsə xaricdə, yəni Tural Ayazova, yəni 100% yəni etibar edə bilərlər. Yəni bu qədər. Buradan Tural müəllimə də təşəkkür edirəm. Əziyyət çəkdi bu qədər. Yəni nə suallar verirsənsə, dəqiq hardan, hansı sənədin təqdim etmək lazımdır. Yəni rahat şəkildə dəqiqliklə, yəni məlumat verir, problemsiz. Səfirliyin özü də yəni heç bir problem yaratmır. Mən də misal üçün aprelin 14-ü sənədlərimi təqdim elədim. Artıq bu günləri mayın 23-ü gəldim, belə bu şəkildə vizamı gəldim götürdüm. Hamıya uğurlar. Allah işinizi avan eləsin. Tural müəllim sizə də böyük təşəkkür edirəm. Çox sağ olun.